Hər dövrün öz qəhrəmanları var. Əllərinin zəhməti ilə torpağı oyadan, daşı yonan, ipi ilmə-ilmə toxuyan insanlar. Peşələr dəyişsə də bir şey dəyişmədi. Yaratmaq iradəsi. Biz azadıq, biz müstəqilik, biz sərbəstik, biz heç kəsdən asılı deyilik, biz özümüz öz taleyimizin sahibiyik. Bu torpaqda təkcə evlər deyil, sabahın peşələri də inşa edildi. Keçmişdən gələn güc, gələcəyə gedən yol açdı. Bugün gənclər gələcəyin peşələrini yaradır. İndi zamana atılan oxlar zehindən, alqoritmdən, süni intellektdən atılır. Dördüncü sənaye inqilabında Azərbaycan lider olmalıdır. Və indi bizi daha böyük bir dünya gözləyir. Artıq gələcəyin peşələri qapımızdadır. İndi Azərbaycan qlobal dialoqun məkanına, ritminə, mərkəzinə çevrilib.